Salam dostlar, bugünkü dərsimizdə çox vacib bir mövzunu izah edəcəm. BSL və SSL, yəni Buy Side Liquidity və Sell Side Liquidity. Bu anlayışları başa düşsən, bazarda böyük oyuncuların, yəni Smart Money-in hara hücum etdiyini rahatlıqla anlaya biləcəksən. Gəlin elə ən sadə dildən başlayaq. BSL nədir? Buy Side Liquidity. Buy Side Liquidity yəni alıcı tərəf likvidliyidir. Sadə dillə desək, üst tərəfdə yığılan stoplardır. Yuxarı hissədə yerləşən likvidlik hovuzudur. Yəni market makerlərin pul götürmək üçün yuxarı qalxdığı sahədir. Misal verim, tutaq ki, bazarda ard-arda yüksələn ənənəvi zirvələr, yəni equal high-lar var. Hamı deyir ki, bu müqavimətdir, buradan düşəcək və stoplarını qoyur yuxarı. Yəni bu buy side liquidity-nin yuxarısına. Deyir ki, bura müqavimətdir, buradan bazar düşəcək. Bura qoyur. Smart money nə edir? Yəni bazarı qaldırır. Əlbəttə ki, bu öncəki dərslərimizdə izah elədiyimiz təsdiqlə olmalıdır. Yəni charge yaranmalıdır. İlk dəfə struktur qırılmalıdır. Order blokdan retest alınmalıdır və yuxarı doğru hərəkət eləməlidir. Break of structure yaranmalıdır və ondan sonra market gedir buy side liquidity-yə, yəni yuxarıda yerləşən stopları yığmağa. Demək, smart money nə edir? Bazarı qaldırır, stopları təmizləyir, likvidliyi alır, sonra isə yenidən bazarı aşağı salır. Bu bizim əməliyyatı mən özüm girdiyim Bitcoin əməliyyatıdır. 4 saatlıq qrafikdə. İndi bu qrafikləri izah edəndən sonra əsl qrafikdə də haradan kopya olunduğunu göstərəcəm. Sell side liquidity nədir? Sell side liquidity isə satıcı tərəf likvidliyidir. Yəni bu dəfə isə aşağı tərəfdədir. Aşağı hissədə ard-arda yaranan diblər, equal low-lar və insanların stoplarının yerləşdiyi tərəf olur. Traderlərin çoxu deyir ki, bura dəstəkdir, buradan qalxacaq, bunun altına stop qoyurlar. Yəni bu zonalın altına stop qoyurlar. Smart money isə bazarı aşağı salır, stopları partladır, yəni alır stopları gördüyünüz kimi, görürsünüz, burada bu düşüb, stopları alıb, baxın, stopları alıb və qalxmağa başlayır. Yenə də qalxmağa da girməzdən öncə təsdiqlər olunmalıdır. Təsdiqsiz əməliyyat qətiyyən açmırıq. Nə short əməliyyatı, nə də long əməliyyatı. Stopları alır, likvidlikləri yığır və sonra isə trendi yenidən yuxarı çevirir. Bu təmizlənən zona isə adlanır SSL, yəni Sell Side Liquidity. Sadə yadda saxlamaq üçün qayda. Üstdəki stoplar olduğu yer BSL, yəni Buy Side Liquidity. Aşağıda stopların olduğu yer SSL, yəni Sell Side Liquidity. Bəs biz necə istifadə edirik? Bazarda harda likvidlik toplandığını müəyyən edirik. Məsəl üçün qrafikin burasında biz görürük ki, burada likvidliklər var. Yəni burada qalxıb market, amma burada likvidliklər qoyub gedib. Stoplar burada yerləşir. Oradan sadəcə impuls gözləməliyik. Təmizlənmə, sweep gözləyirik. Yəni gəlsin, buranı sweep eləsin və əsl istiqamətə doğru getsin. Likvidlik götürdükdən sonra bazarın reaksiyasına baxırıq. Reaksiya da nədir? Öncəki dərslərimizdəki kimi short, boss yaranmağıdır. Bunları gözləyirik. Dönüş təsdiqi gəlirsə giriş edirik və bu səfər hədəfimiz olacaq. Sell side liquidity-dən girmişiksə yuxarıdakı buy side liquidity olacaq. Beləliklə artıq kör-körənə trade deyil, smart trade etmiş oluruq. Qısa xülasə, BSL yuxarıdakı likvidlik stoplarının toplandığı yerdir. SSL aşağıdakı likvidlik stoplarının toplandığı yerdir. Smart money həmişə bu zonalara hücum edir. Biz isə bu hücumu izləyib trade edirik. Əsl qrafikdə mən indi sizə hardan kopyalamışam, onu da göstərim. Bax, məsəl üçün bu gördüyünüz yeri mən, baxın, Bitcoin qrafikinin 4 saatlıq qismidir burada. Gördüyünüz kimi market qalxış göstərib. Burada change of character yaradıb, yəni ilk dəfə strukturu qırıb, geri dönüb order blokdan retest edib və düşməyə başlayıb. Break of structure edib və break of structure gələndən sonra da düşüb ən aşağıda sell side liquidity toplayıb
və yenidən market başlayıb yuxarı qalxmağa gördüyünüz kimi. Bu hissə hara aiddir? Bu hazırki olduğum əməliyyatdır. Bu dəqiqə düzdür, bunu qrupda verməmişəm, amma bu dəqiqə hazırki mənim öz əməliyyatımdır. Gördüyünüz kimi bu hissəsidir qrafikin və deyək 4 saatlıq Bitcoin'in grafikidir. Burada short yarandı. Struktur ilk dəfə qırıldı və bunu da əlavə edeyim, strukturun qırılmalarına iynələr daxil edilmir. Çünki iynə atmaq struktur qırılması deyil. Məsələn, burada bir təpə var. Bu iynə burada yuxarıdadır. Siz buradan xətt çəkib bunu struktur qırılması kimi görə bilməzsiniz. Struktur qırılmaları ancaq şamların gövdələri ilə olur. Burada deməli struktur qırılıb bu gövdəli şamdan, short yaranıb, order bloku giriş əmr atmışam. Düşüb market yenidən məni girişə alıb və yuxarı doğru qalxıb break of structure bölgəsi, yəni bura öncəki təpə ilk hədəfim idi, yəni ilk təpəm idi. Almışam, girişimi stopumu girişə çəkmişəm və gözləyirəm buy side liquidity alınsın ki, market hal-hazırda ora bir addım məsafədə qalıb. Əgər mövzu xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı və şərhdə BSL və SSL başa düşüldü yazmağı unutmayın. Əgər başa düşmədiyiniz bir şey varsa, sualda verin. Növbəti dərslərdə isə likvidlikdən sonra düzgün giriş nöqtəsi necə olmalıdır, onu izah edəcəm. Çox sağ olun, hər kəsə bol qazanc arzulayıram.